Görək bu çaynik kimə çıxacaq? Herkese yeni vlogdan salamlar. Bugün kısa da olsa çok maraqlı bir vlog çektim. Fabelik komandamız ile yeni şenliğimiz var idi. Bugün öz aramızda küçük bir tədbir keçirdik. Çok güzel oldu. Uşaqlar oyandılar, məni bəzəkli görüb deyirlər ki, ana hara gedirik? Dedim ki, siz getmirsiniz bu dəfə, mən özüm tək gedirəm. Onların yeməyini verdim, geyindirdim, hazırlaşdım. Hamımız birlikte evdən çıxdıq, çünki hava yağışlıydı və maşınla getdim. Yemək qabımızı geyindim. Ananı hara aparırsınız? Zakaza. Zakaza. Şükazda Yoldaşı mənə aparır, sürücüm. Və budur artıq, gəldim ofisimizə, sevimli məkanımıza, birbirindən gözəl məhsulların olduğu yerə. Hələ siz bizim yolkamıza baxın, görün necə də gözəldir. Fabelik məhsulları ilə Fabelikə aid bir yolka və üzərində də hal-hazırdakı kataloqda olan 50% endirim kuponları. Hər kəsdən tez mən gəlmişdim. Əlbəttə ki, həm yaxın olduğum üçün, həm də bəzi işlərim vardı. Ona görə bir də ki, daha rahat çəkim eləyim deyə yolkamı çəkdim, ofisin içini çəkdim. Yavaş-yavaş işçilərimiz gəldikdən sonra çox çəkə bilmədim. Çünki yəni düşmək istəməyənlər var idi kameraya. Ona görə də istəmədim çəkim. İndi əsas məsələlərdən birini göstərəcəm sizə. Birazdan keçiriləcək o yarışma və bu məhsullar həmin yarışmanın məhsullarıdır. Bu torbamızın içində isə şarlarımızın içində həmin məhsulların adları gizlidir. Birazdan hər kəs bir şar seçib, partladıb içindəki hədiyyəni seçib qazanacaq inşallah. Və ən əsas, ən gözəl hədiyyəni mən qazanacağam, onu da birazdan görəcəksiniz. Bunlar da Fabelik ətirlərdir. Mumlu ətirlərin görünüşündə iyisini də çox sevirəm. Hər bütçəyə uyğun çox gözəl ətirlər var. İfadələr bayağı verdiniz sizə. Əminliklə təqdim elədim. Bax, bu şampun ucukları məndə bu qədər. Sistemdə də yoxdur, Gülarə xanım. Sistemdə yoxdur deyə, çünki bu məhsul 3-4 kataloqdur. Çox hit satışdır bu. Yoxdur, kataloqda da yox. Çünki kampaniya Fabelik çatdırmır onu istehsal eləməyə. Gözləyir 1-2 kataloqdan sonra istehsal eləsin Fabelik. Birisi də Fabelikin öz fabriki var, zavodu var. Öz istehsal məhsullarını özü istehsal edir. Gözləyin, bir məhsul əgər yoxdursa siz %70'ini istifadə eləmişəm. Şu an bunların hamısından istifadə demək olar ki, almıyor. Mən yığmışam, məhsulları yığmışam ki, katkada göstərəcəm ki, yəni Və gəldik əsas məqama, yarışmamızın keçirildiyi hissəyə. səni gözləyirəm. Məmnuniyyətlə. Allah'ın bütün gözə mənə baxın. Aha, yavaş. Heyecan, Eygü. Əsəbləşmə. Hanımın enerjisine de dayanabilmek. Sən elə deyin. Mayın Şampun. Ya Allah. Görək bu çaynik kimə çıxacaq? Çaynik!